Salam, hər vaxtınız xeyir. Cəbhə xətti proqramındasınız. Bu, mənim sizə Turan TV'də davamlı olaraq təqdim etməyə çalışacağım proqramın adıdır. Olsun ki, sizdə suallar yaransın ki, nədən proqramın adı Cəbhə xəttidir? Düşünə bilərsiniz ki, başqa adda seçmək olardı. Təbii ki, olardı. Amma gündəlik həyatımıza baxdıqda açıq şəkildə bir savaşın içində olduğumuzu hər birimiz görürük, hiss edirik. Həm informasiya savaşı, həm də diktatura rejimi ilə savaş edirik. Dostlarımız, yoldaşlarımız, mübarizə aparan əlləri, insanlar, jurnalistlər, sadə vətəndaşlar daim təqiblərə məruz qalır, döyülür, təzyiqlə, həbslə, işgəncə ilə üzləşir. Bəs bu savaş demək deyil, nədir? Borç danışmaq problemimiz nədir? Orada yığışmışsınız, camaatı döyüb basırsınız, onu oradadır. Eyni mənim, hə? 30 sutka birinə verilir, 15 sutka birinə verilir. Nəyə görə verilir? Adam öldürüb də, yoxsa nə ediblər? Söz deyiblər, haqqı deyiblər, ona görə. Buradakilar sən gedib Ermənistanda vuruşmalısan, Qarabağda. Mən də səninlə çiyin-çiyinə vuruşmalıyım. Mən səninlə burada üzbəüz dayanmalı deyiləm. Mən səninlə üzbəüz, sən ermənisənsə mən səninlə bilim başqa cür danışım. Amma biz sizdən burada belə üzbəüz gəlməli deyilik. Baxışa, o problem deyil. Mən sizlə belə üzbəüz dayanmalı deyiləm. Biz uşaqları istəyirik, gətirsinə qaytarsın. Adam başqa veriblər uşaqlara. Öz uşaqlardan oxuyan uşaqlardır, olmaz uşaqlardır. Söz haqqı deyil, ona görə. Bax, belə üzbəyə söhbət edib sizin kimi birisi ilə götürüb aparıblar. Xeyir olsun, danışmaq olmaz. Mənim danışmaq olmazsa nə şikayətiniz? Onda belə çıxır ki, mən sizinlə danışam, indi mən tutub aparırız elə. Siz mən danışan aparırlar. Uşaqlar danışıblar, aparıblar. Xeyir olsun. Gəl evdən bax. Siz aparmırıq ki, mən eşitirəm. Bax, sizdən söhbət edilmir. Problem siz deyilsə. Mən deyirəm ki, mən nə sizlə üzbəyə Nə vaxt bunlar? Ne bu? Arka bilmiş. Keçən həftə. Elə bilmirsiniz, tanımırıq burada. O qədər uşaqlar nə haqlarmışsınız ki burada. Əlimizdə ancaq o gəlir də, başqa Başqa nə heç nə gəlmir əlimizdə. Hə. Sən nə ilə tutub apara verirsən? Sən kimlə danışa bilirsiniz? Apardığını gətirək, yekə kişi isə ondan danış. Polissə. Polis zaman sənə güvənir. Qulağına danışır ki. Artıq eski danışır. Sözün var, gəl pek-petizir, talpa ilə gəlmə ha. Nə deyək tek diyamıza sözü danışmır. Hə. Nə deyirsən sən? Hər an təqib edilirsənsə, hər an öldürülmə ehtimalın varsa, hər an düşmənin hədəfindəsənsə, deməli, sən cəbhədəsən, özü də ön cəbhədəsən, cəbhə xəttindəsən. Biz Azərbaycan üçün, demokratik, inkişaf etmiş, rüşvətsiz, korrupsiyasız Azərbaycan üçün cəbhə xəttindəyik, burada dayanmışıq. Biz xalqımızı bu xəttin o özündə, bu xəttin, bu müharibənin sonunda inkişafa, azadlığa doğru aparmaq istəyirik. Bu yolda qurbanlar versək də, məqsədə doğru sona qədər gedəcək, hər biriniz buna əmin ola bilərsiniz. Çünki savaş bir an olsun belə dayanmır. Diqqət edin, bugün Azərbaycanda sadəcə hakimiyyətin qeyri-qanuni əməllərinə açıq etiraz etdiyinə görə minlərlə, 10 minlərlə insan hər gün təqiblərə məruz qalır, həbs edilir, mitinglərdə, aksiyalarda döyülür. Kiçik bir ölkədə 200-dən çox siyasi və vicdan məhbusu var. Bu 200 insan müxtəlif ictimai-siyasi qurumlarda təmsil olunan, belə deyək, ictimaiyyətin, xalqın tanıdığı şəxslərdir. Amma təbii ki, bu yeşil siyahı deyil. Azərbaycanda minlərlə tanınmayan, bilinməyən, günahsız məhbuslar var, sifarişlə həbs edilmiş, adi məişət probleminin qurbanı olmuş, əmlakına qəsdən əl qoyulmuş, həbs edilən, şərlənən insanlarla doludur Azərbaycan həbsxanaları. Ölkədə həbsxanada artıq yer tapılmır. Diqqət edin, düşünün ki, hər iş yerdə rastmağın əvəzinə Azərbaycanda yeni həbsxanalar inşa edilir.
Artıq Azərbaycan hakimiyyət dairələrində də açıq etiraf edirlər ki, bugün Azərbaycanda yalnız 7000-dən çox günahsız insan məhbəsdə cəza çəkir, həbsxanada saxlanılır. Bundan qat-qat çox insan isə ölkədə Azərbaycan hakimiyyətinin girovuna çevrilir. Ümumiyyətlə, hakimiyyət onun talancı istək və arzuları ilə barışmayan, bununla hesablaşmayan hər kəsi, hər bir vətəndaşı əzir, məhbusa çevirir, əsirə çevirir. Bu hakimiyyət əsl cinayətkarları, əsl kriminalları qətiyyən həbs etmir, onları özünə dost tutur. Azərbaycan iktidarı kim onun talancılığına qarşı çıxırsa, onları əzir, onları tapdalayır. Və indi əvvəlki dövrlərdən fərqli olaraq həm də həmin şəxsləri əbədi həbsə məhkum etdiyini göstərmək istəyir. Məsələn, keçmiş Səhiyyə Naziri Əli İnsanovu dövlət çevrilişə cəhd adı ilə tutub, həbs edib, sonra onu korrupsiyaya görə məhkəmədə, həbsdə, 11 həbs cəzasıyla cəzalandırdılar. Nəhayət 11 il başa çatdıqdan sonra isə onu həbsdə yenidən həbslə şərləyib, həbs etdilər. Bunun qarşılığında utanmadan prosesin hüquqi müstəvidə getdiyini iddia edirlər. Amma ortada fakt odur ki, talancı, korrupsiyanı deyilən nazirlərə, vəzifə şəxslərinə belə ikili münasibət bəslənilir. Heç çox uzağa getmədən konkret olaraq bir faktı göstərəcəyəm. Diqqət edin, Əli İnsanov 11 il Səhiyyə Naziri işləyib. Onun adaşı Əli Abbasov adlı şəxs isə düz onun qədər 10 il rabitə və yüksək texnologiyalar naziri olaraq fəaliyyət göstərib. Keçmiş Milli Təhlükəsizlik Nazirinin rəhbərliyinə qarşı Azərbaycan hakimiyyəti daxilində keçirilən əməliyyatdan sonra Əli Abbasov da işdən azad edildi. Qeyri-rəsmi məlumatlara görə səbəb onun başqa bir şeyə görə yox. Səbəb onun hələ keçmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinə Eldar Mahmudova və digər generallara haqq verməsi olub. Sual olunur, Əli Abbasov bu pulu verdiyi haqqı hardan və necə, kimdən alıb, hardan qazanıb? Axı, o bir biznesmen, iş adamı deyil. O adi bir nazir olub. Adi nazir olan bir adam həm özü cinayət edib, həm də onun cinayətlərini bilib, bunu bilməməzlikdən gələnlərə haqq verərək böyük bir cinayətkar şəbəkə ilə əlbir olaraq Azərbaycan dövlətinin əmlakını küllü miqdarda talayıb. Özünə təkcə şəxsi məqsədlər üçün bu insan Dövlət Nazirinin hesabından ayda, diqqət edin, ayda 200-300 min manat xərclik götürüb cibinə qoyub ailəsi üçün xərcləyib. Onun 10 illik nazirliyi dövründə təkcə özünün şəxsi məqsədlər üçün xərclədiyi pulu hesablasaq, bu 360 milyon manat və ya keçmiş kursla hesablasaq 380 milyon dollar pul edir. Baxın cənablar, təkcə bir nazir, təkcə ortabab bir nazir 360 milyon dövlət, əmlakçı dövlət pulunu mənimsəyib. Bunu dövlət başçısı bilir, ən ucqa kəndlərdə insanları bilir, ancaq o, bugün Bakıda mərkəzdə yaşayır, azad yaşayır, həbs edilmir. Hətta artıq insanlar da buna belə baxır və düşünürlər ki, bu elə də belə olmalıymış. Amma digər keçmiş Azərbaycan hakimiyyətinə qarşı müxalifətə keçini elan edən digər bir nazir isə saxta ittihamla həbsdə saxlanılır. İddia edirlər ki, o hər hansı bir xəstəyə yazdığı reseptdəki dərmanın tərkibində narkotik var imiş. Bu da onu göstərir ki, Azərbaycan hakimiyyəti ancaq özü üçün siyasi təhlükəyə kəsb edən cinayətkar adlandıraraq şəxs edir həmin şəxsləri. Eyni zamanda 2003-cü ildən sonra Azərbaycanda İlham Əliyev, hakimiyyət atasından miras alan İlham Əliyev elə bir sistem formalaşdırıb ki, bu sistemdə hamı bir-birinə avtomatik olaraq müəyyən tellərlə bağlıdır. Heç bir siyasi iddiası olmayan, ictimaiyyəti və xalqı düşünməyən, ən ümdə vəzifəsi, ən ümdə istəyi yalnız və yalnız dövlət əmlakını talamaq olan şəxslərdən ibarət bir mafiya, bir çete yaradılır. Hiç kim söylemezsin buraya. Sen kimsin? Jurnalist. Çəkil oldu. Çəkil oldu. Bildirməyə qardaş, çəkil oldu. Çəkil oldu.
Geçin yalnız sahibi. Geçin. Geçin lan. Orhan! Orhan gel! Sen kaç kabağı? Sen götürmeyen bir belli. Kaç kabağı? Keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şəxsi şirkəti kimi çalışdıraraq ayda 300 min şəxsi məqsədləri üçün pul xərcləyən Əli Abbasov da həmin bu çevrəyə aiddir. O birbaşa bu çevrənin mərkəzindədir və onu həbs etmək təbii ki, istər-istəməz digərlərinə də toxunmaq deməkdir. Çünki Əli Abbasovun özü, təkcə özü yox, onun qohumları, onun yaxınları da Azərbaycan hakimiyyətindəki digər vəzifə sahibləri ilə sıx qohumluq əlaqələrinə malikdirlər, qohumluq telləri ilə bir-birlərinə bağlıdırlar. Məsələn, Əli Abbasovun qızı bugün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyən Yapın Siyasi Şurasının üzvü 91'lərdən biri Hacıbalı Abutalımovun oğluyla evli olub. Bu nicahdan onların bir övladı var. Keçmiş nazir və indiki başçı təbii ki, bu nicahı sərvətlərini daha da artırmaq, güclərini birləşdirmək, bir olmaq, daha çoxalamaq məqsədi ilə etmişdilər və buna görə də bu izdivac əmələ gəlmişdir. Lakin övladları yola getmədiyindən ayrılıq olub. Hazırda Əli Abbasovun qızı və Hacıbalı Abutalımovun oğlu bir sıra məsələlər üzrə məhkəmələrdə, çəkişmələrdə olsalar da, amma sonuçta bu adamlar bildirlər. Sonuçta Hacıbalı Abutalımov həm də Əli Abbasovun nəvəsinin babasıdır. Yəni bunların şərikli nəvələri var. Hacıbalı Abutalımovun nəvəsinin babasını tutmaq istər-istəməz ona toxunacaqdır. Amma bu təkcə bir fakt deyil. Eyni zamanda Əli Abbasov Azər Enerji Səhmdar Cəmiyyətinin sədri Etibar Pirverdiyevlə də budadır. Etibar Pirverdiyevin qızı Abbasovun oğlu ilə 2014-cü ildə ailə qurub.
2 il öncə başdan bu ailə birləşməsi haqqında həmin dövrdə mətbuatda az da olsa informasiyalar getdi. Qeyd edildi ki, Bakıdakı məşhur Sabunun evlərindən birində keçirilən bu toyda $100 əskiyaçılar bu bağlamalar göylərdə oynayıb və bu toy məclisində hər kəsin gözü önündə, o cümlədən Azərbaycan hüquq mühafizə və təhlükəsizlik orqanlarının rəhbərlərinin, prezident administrasiyasının nümayəndələrinin, yüksək vəzifəli şəxslərinin gözlərinin önündə olub, çünki o adamlar özləri toyda iştirak ediblər. Bir sözlə, Azərbaycan hakimiyyətinin əksər təmsilçiləri və ya mafiyanın üzvləri həmin toyda olublar. Və ən maraqlısı odur ki, bu qədər vəzifəli şəxs məhz Rabitə və Yüksək Texnologiya Nazirliyini şəxsi mülkü kimi çapıb talayan bir adamın məclisinə yığılıblar, bir adamın məclisində iştirak ediblər, toya pul salıblar, nəmər yazılıblar. Bu halda sual oluna biləcək, əcaba bu adamların Əli Abbasovun əməllərindən xəbəri yox imiş. Bəlkə onlar məsumdurlar, amma təbii ki, onların xəbəri var idi. Mən əminliklə deyirəm ki, o toya yığılan əksəriyyət məhz Əli Abbasovdan və Əli Abbasov kimlərdən haqq qalan, Əli Abbasov kimi haqq verən, onun kimi dövlət büdcəsini talayanlar olublar.
Bəs bu talayanlardan, bəs bu insanlardan İlham Əliyevin xəbəri olmayıb mı? Xəbəri yoxdurmu? Təbii ki, olub və var. Azərbaycanda illərdir eyni sistem üzrə tamamı əməliyyat həyata keçirilir. Bu sistemdə qeyd etdiyim kimi, kimlər ki, sadəcə olaraq və sadəcə olaraq hakimiyyətə siyasi maneçilik yaratmır, yalnız haqlısa biçimdə daha çox oğurlamaq istəyir, məsələn 350 min oğurlamaq istəyir, o adamlar Əli Abbasov kimi, Eldar Mahmudov ki, ancaq və ancaq işdən vurulurlar, əmlaşlarına əl qoyulur, həbsə atılmırlar, rahat şəkildə bir həyatlarını yaşayırlar. Kimlər ki, hakimiyyətin bu əməllərinə etiraz edir, onlar cəzalandırılırlar. Siz bir diqqət edin, güya kimdənsə cüzi miqdarda rüşvət aldığı iddia edilən üsyankar müstəntiq Rüfət Səfərova 9 il həbs cəzası verirlər. Amma ayda 300 min manatı şəxsliyə məqsədlərinə xəstəliyini deyən, dövlət büdcəsini talayan nazirə keçmiş nazirə kimsə toxunmur. Yaxud 1 milyon manat mandat bazarlığı eləyən sabiq deputat bugün azadlıqdadır, qısa müddəti azadlığa çıxır. Hətta həccə gedir ki, Allaha yalvarır ki, günahları əff olunsun. Bütün bunlar onu göstərir ki, bir həqiqətdən də müharibə şəraitində olan bir ölkənin vətəndaşlarıyıq. Biz həqiqətən müharibə vəziyyətindəyik. Hətta bəlkə deyəlim mühasirədəyik. Çıxış yolu savaşıb azadlığı qazanmaqdır. Şəhərimizi, kəndimizi işğaldan azad etməkdir. Əks halda xalq olaraq biz mühasirədə məhv olacaq. Mühasirəyə alanlar isə bizim sərvətlərimizi, ölkəmizin sərvətlərini talamaqda davam edəcəklər. Bu yüzden də səncərdə olun. Növbəti cəbhə xəttini izləyin. Biz tez-tez görüşəcəyik. Siz mütləq Turan TV'ni izləyin və həqiqətlərdən, hadisələrdən zamanında məlumatlı olun.